Nəsə deyəcəkdim mənə. Gəlin eşidirəm, buyur. Camal, mən hamiləyəm. Lap yaxşı. Allah analatalı böyütsün. Sən əsas məsələyə keç. Buyur, eşidirəm sən. Camal bizim uşağımız olacaq. Mən səndən hamiləyəm. Nə? Adamlara güvənmirsiniz? Güvənmək söhbəti deyil. Güvənməsəm, heç kim yanında saxlamazdım. Öz şəxsi işim var Rusiyada. Alış-veriş məsələsidir. Ona görə özüm gedim. Başa düşdüm. Mən burada yoxkən. Necəsən? Sağ ol, Cün, sən necəsən? Yaxşıyam canım. Hardan belə? Camaldan görüşdən gəlirəm. Deyəsən görüş yaxşı keçməyib. Yox. Hamilə olduğunu dedin? Dedim ilk günü, amma Camalın heç vecinə deyil. Niyə? Bilmirəm. Hardadır? Bugün depoya malları gələcək. Onu orada öldürmək üçün ən yaxşı yerdir. Maşınımı hazır elə, gedirəm. Bax ha, Kamalı tapmamış bu dəfə gözümə görsənmirsən. Eşitdin məni? Yaxşı. Ha, bu Nurlan hardadır? Nəsə deyəm, qızlardan başı açılmır, yanımıza gəlib eləmir. Mən də onu deyəcəkdim, Kənan. Nurlan Şahdağdadır, istirahətdə. Nə? Düz eşitdin mi? Nə olub? Niyə təəccüblənirsən? Nə oldu? Pülə gəlməni gözləmirdim, ona görə təəccübləndim də. Üzvü görən cənnətli idi Kənan bəy. Evə gəlmirsən, biz də gəldik ki, iş yerində səni görək. Lap yaxşı. Yaxşı elif gəlmirsən. Xoş gəlmirsən. Necəsən? İşlərin necə gedir? Yaxşıdır. Belə də şükür işləyirik. Kənan, deyirəm axşam bəlkə yeməyə gedək baş-başa. Restorana. Nə deyirsən? Olar. Gedərik. Onlar da yaxşıdır, şükür Allaha. Ata. Ata, biz nə vaxt qayıdacaq? Burada sıxılıram axı, Bakıya qayıtmaq istəyirəm mən. Yaxşı ata, yaxşı. Cavanşir də çıxıb getdi xaricə. Mən bunu gedim Camala deyim. Camal bilməlidir. Burada bir işə yaramırdı. Gedib orada nə iş görəcək bu? Fərasətsizin biri fərasətsiz. Başına bir iş açacaq orada.
amma sən göydə axtarırdım, yerdə tapdım. Başa düşmədim. Necə? Nəyə başa düşmədin? Elə baxırsan elə bir sən məni tanımadın. Sən deyəsən məni kimlə səhv salırsan? Ya da kiməsə oxşadırsan? Sən nə demə? Mən Kamal deyiləm. Mənim adım Camaldır. Kamal mənim əkiz qardaşım idi. O da rəhmətə gedib. Ay Kamal, özün az artistə qoy ha. Da bu dəfə əlimdən çıxası döysən. Sakit ol. Biraz sakit ol. Sənə nə qədər borcu vardı o rəhmətliyin? 5000. Yaxşı. Mən o pulu verərəm sənə. Amma silah sal yerə. Sal yerə danışaq. Burada mənim nömrəm var. Sən sabahları mənə yaz. Hesab nömrə ver. Pulu köçürəcəm sənin kartıma. Narahat olma. Bu boyda yalandan sonra mən sənə nətər inanım, hə? Mən bilmirəm sizin aranızda Kamalla nə söz söhbət olub. Amma məni tanıyan tanıyır. Mən iş adamıyam. Sözüm sözdür. Yaxşı. İnandımsa hələ ki. Amma bax, sabah əgər pul hesabda olmasa, bizim söhbətimiz ayrı cür olacaq səndən. Eşitdin? Sənə bir yaxşı məsləhət verim. O heykələ diqqətlə bax. Gəl Nurlan, gəl. Salam Zöhrət bəy. Salam, salam. Ahır ki qismət oldu sizi görmək. Deyəsən, Kənanla yola getmədiniz, ha? Hə, biraz elə oldu. Aramızda anlaşmamazlıq oldu. Yola gedə bilmədik. Əşi, nəysə. Bundan sonra mənim yanımdasın. Çalış mənim yanımda olanda anlaşılmamazlıq olmasın. Oldu Zöhrət bəy. Qulaq as. Bizim birinci işimiz İskəndəri tapıb öldürməkdir. Mən də sizə onu deyəcəkdim. Qulağıma bir xəbər gəldi çatdı. İskəndər xaricə uşaqların yanına gedib. Nə? Deməli, qorxub qaçıb xaricə. Yəqin ki. Eybi yox. Onsuz da əvvəl-axır Bakıya qayıdacaq. Alo, Nihat hardasan? qardaşım gəlib Moskvadan. Onunla bir yerdəyəm. Nəsə olub? Gəl parka tez elə. Ay, hansı park olacaq? Həmişəki iş yerimin yanındakı parka gəl. Nəsə olub qardaşım? Səsin nəsə bitər gəlir. Nihat gəl də gəl. Biraz tez gəl.
Yaxşı, yaxşı, gəlirəm. Getdik. Problem var. Ne olub Kemal? Bundan artıq nə olacaq? Nə olub da denən görək. Kənan çıxdı bir gün qabağıma. Həqiqətən də ki, Deyirəm onsuz da. Deyik. Niyə düşdü? bura bax, sən nə yaxşılıq salamazsan? Ölümün ucundan döndüm. Az qala öldürürdü məni. Buna sağ qalmaq demək olarsa. Nə danışırsan? Heç olmasa inandı. Səncə? İnanıb. İnan ki, səni bıraxıb da. Elə belə buraxmadı o məni. Sən doğrudan o pulu verəcəksən, yəni qaytaracaqsan o pulu. Məndə o qədər pul var, verin buna. Bilirəm də, səndə yoxdur. Camalın kassasında var, ofisində var. Nihat, kassalar kodla olur. Kodla. O kodda mən bilmirəm. O kodu Camal bilirdi. Evdəki kassanın yaqın kodunu Nərmin bilirdi. Onların da ikisi yoxdur, ölüb. Neyini? Dedim o tərəfdən soruşum kodlarını. Məsələ həqiqətən çox ciddidir. Kamalı tapmalıyıq. Başqa variant yox. Kimdə? Kemal'ın dostu. Hə? Bax yaxşı. Kemal'ın yerində bundan öyrənə bilərik. Köşədə döyə bilir. Ne bileyim ya, başın xarabdır. Görmüsən idmanç adamdır bu. Ya biz 2 nəfər yox tək. Nasıl 2 nəfər? Ay, nə danışırsa orada öz-özünüzə? Ay, başa düşmədin. Məndən, sənsən. Başa düşmək üçün baş lazımdır. O baş da sizdə yoxdur. Bəlkə dostluğa kömək eləyim. Nə deyirsən? O sənin pulunu qəbul eləməz. Niyə? Çünki tanımır səni. O tanımadığı adamdan pul götürmür. Onun belə görünməyinə baxma. O mərd adamdır. Nihat, biz qardaşıq. Bilirəm qardaş. Baş elə qarışıq oldu ki, siz də heç tanış eləyə bilmədim. Buna bax, siz havadan tanışıq belə? Kamalı yetimxanadan tanıyıram. Yetim adamdır. Nə atası var, nə anası. Heç kəsi yoxdur. Bir dənə qardaşı vardı. Onu da özü öldürdü. Nə? Kenan, Camal tapa bilmirəm. Elə bir yer alıb yerin dibinə girir. Sən narahat olma. Mən özüm tapdım Camalı. Camal kimdir Kenan? Camal Kamalın əkizidir. Nə?
Nənə, Kamal ölüb gedibdi. O sən adamların səhv məlumat veribdi. Kamal sağdır deyə. Onlara o gördükləri Kamal olmayıbdı, Camal olub. Yəni Kamalın əkiz qardaşı. Nə fərqi var? İkisi də eyni adamdır da. Gedək pulumuzu alaq. O sən görə bilmədiyin işi mən özüm görmüşəm. Sabah götürəcəkdi hesabıma pulu. Deyirəm, axı ki bu iki qardaşlardan biri ağıllı çıxdı da. Ya sən hələ o qədər də tamamən olma. Qoy elə bir sabah olsun görək. Gələm yaxşı dur gedək. Hara gedirik canım? Evə gedirik. Gedək hazırlaşın. Komandiri götürüm restorana gedirik. Xoş istirahətlər sizə. Sağ ol, sağ ol. Deyirəm bu qadın tayfasıyla başlaşmaq olmur eyvallah. Sən yazıqsan, çalış evlənmə ha. Yaxşı. Dur gedək. Yaxşı. Bir sənə əsiydi. Salam Camal, necəsən? Salam, salam. Yaxşıyam, sağ ol. Sən necəsən? Yaxşıyam, sağ ol. Otur, əyləş. Xeyirdirmi? Bildim elə burada olacaqsan. Gəldim sənə deyim ki, sənin o çox güvəndiyin Cavanşir çıxdı getdi xaricə. Niyə? Səbəb? Səbəb odur ki, deyir Camalla işləmək mənə sərf eləmir. Gedirəm xaricə görüm orada nə edə bilirəm. O Cavanşirin gözündən gəlsin. Camal onun elədikləri. Çox nankör adamdır, çox. Nazim, belə adamlar çoxdur. Sən baş qoşma belə adamlara. Qoy getsin. Getsin, heç qayıtmasın. Elə bunu demək üçün gəlmişdi. Nazim, belə boş-boş şeyləri görə özünü yorma. Həm də ki, 21-ci əsrdə indi. Allah sənə sağlasın. Telefon var. Telefonla zəng gəlir, nə sözün varsa dinlən. Bir də o boyda yolu oradan buraya nəyə gəlsən? İşi gücü atıb. Camal, sənə zəng eləyəndə ya düşmək olmur, ya işin olur, ya da ki, telefonuna zəng çatmır. Hə, bax onu düz deyirsən. Olur arada elə şeylər. Yaxşı onda, mən gedeyim, danışarıq sonra. Yaxşı, sən get şirkətə. Mənim bəzi işlərim var, onları həll edeyim, gələcəm. Yaxşı, oldu. Alo. Salam bacı, necəsən? Belə də yaxşıyam. Necə olacam? Nə edirsən, evdəsən? Hə, evdəyəm. Hazırlıq görürəm. Birazdan qonşular gələcək cümə axşamına. Yaxşı eləyirsən bacı, mən də 1-2 günə gələcəm sizə. Yaxşı eləyirsən. Gəl, sağ-salamat gəl. Yaxşı, mən səni çox məşğul eləməyim. İşim var. İşləri gör, danışarıq sonra. Oldu bacı.
Nəsə elə bir keyfiniz yoxdur. Nə olub ki? İskəndər bəy xaricə gedib. Uşaqlarının yanına. Doğrudan? Başa düşmədim. Sən niyə təəccübləndin? Yox, təəccüblənmədim. Sizə elə gəldi. Hər neysə, qulaq as mənə. Bundan sonra İskəndər bəy gəlinə kimi hər şeyi özüm idarə edəcəm. Hər işi mənə tapşırıb. Sənə nə lazım olsa, mənimlə əlaqə saxla. Yaxşı? Yaxşı, oldu. Allah səbir versin Aybad. Allah səbir versin. Çox sağ ol Ayqoş. Allah ölənlərinə rəhmət eləsin. Amin. Soruşmağa da utanıram. Necə oldu qəza baş verdi? Uşaqları gəzməyə aparırdı rayona. Qabağına qəflətən maşın çıxıb. Qəza elədi. Allah səbir versin. Çox sağ ol. Kamal, neynəmək fikrin var indi sənin? Fikirləşirəm. Fikirləşirəm ki, görək neyniyək. Sən mənə bırax onu. Mən özüm danışım onunla. Ya razılaşar, ya da canından olar. Onsuz da bu neçə gündür, əlim yaman geyişir. Səbirli ol. Səbirli ol biraz. Fikirləşirəm. Nəsə bir şey ağlıma gələcəkdir. Səbirli ol biraz. Yaxşı. Maqa, belə ağlıma heç nə gəlmədi. Daha doğrusu ağlıma heç nə gəlmir. Bir dəqiqə beynim donub. Gəl belə eləyək. Sənin dediyin kimi eləyək. Amma birinci dediyin kimi ha. Yəni danışmaq, razılaşmaq. İkincini eləmə. Onsuz da ki təzdən yenə narahat olma. O iş məndə. Camalın həyatını yaşayayım dedim. Bəlkə biraz rahat həyat yaşayaram. Az da olsa biraz rahatçılığım var idi. O da getdi əlimdən. Kamal kimi yaşamaq daha yaxşı idi.